Əlavələr nə deməkdir? Əlavələr özündən əvvəldə gələn cümlə üzvünün mənasını izah edir və aydınlaşdırır. Cümlə üzvlərimiz hansılardır? Mübtəda, xəbər, təyin, tamamlıq, zərflik. Əlavələr cümlə üzvündən tirə ilə ayrılır. Onun mənasını aydınlaşdırır və daha da dəqiqləşdirir. Mənasını izah edir və aydınlaşdırır. 5 dənə cümlə üzvünün hər birinin əlavəsi ola bilər. Gəl birinci məsələn başlayaq mübtədadan. Deyirəm ki, Zəhra. Biraz yer qoyuram. Zəhra dərsə gecikdi. İndi bax buna. Gecikdi. Kim? Zəhra. Hara gecikdi? Dərsə gecikdi. İndi qulaq as. Zəhra mübtədadır və Zəhranın kim olduğunu aydınlaşdırmaq məqsədindən bir dənə tirə qoyuram və Zəhranın kim olduğunu burada tirədən sonra yazıram. Zəhra, deyirəm, sinif əlaçısı. Sinif əlaçısı. Qulaq as. Sinif əlaçısı da mübtədadır. Amma bu birinci tərəfdəkinin mənasını aydınlaşdırır. Səndən ötürü daha dəqiq olur ki, Zəhra kimdir sinifdə? Yaxşı oxuyandır, pis oxuyandır, əlaçıdır və yaxud da deyil. Zəhra, sinif əlaçısı dərsə gecikdi deyəndə bu ikisi birlikdə bir mübtədadır. Bir mübtəda sayılır. Amma sənə desə ki, mübtədanın əlavəsi hansıdır? İkinci tərəfi götürəsən. Bura nədir? Bura əlavədir. Nəyin əlavəsidir? Tirenin sağına və soluna sual verib tapırıq. Zəhra nə idi? Mübtəda. Sinif əlaçısı. O da mübtəda. Deməli, ay sağ ol. Bu ikinci tərəf bu mübtədanın əlavəsidir. Ondan ötürü ki, bunun mənasını aydınlaşdırsın və onun kim olduğunu sənə daha dəqiq çatdırsın. Aydın oldu? Məsəl üçün, birini də yazaq. Deyirəm ki, Arzu Məmmədov. Arzu Məmmədov. Burada yer qoyaq. İclas təşkil etdi. İclas təşkil edir. İndi gəl baxaq. Təşkil edir. Kim? Arzu Məmmədov. Nəyi? İclası. Burada Arzu Məmmədovun kim olduğunu bildirməkdən ötürü tirə qoyur bəzən. Aymışa yox. İstəsə eləyə bilər, istəsə eləməz. Burada yazır ki, məktəb direktoru. Qısa yazıram. Məktəb direktoru. Düzdürmü? Arzu Məmmədov o deməkdir ki, məktəb direktorudur. Yəni bu qabaqda gələnin mənasını aydınlaşdırır və dəqiqləşdirir. Bəlkə tutalım ki, məktəbdə 2 dənə də Arzu müəllim var, bizim məktəbdə olduğu kimi. Onu daha da dəqiqləşdirmək lazımdır. Onu nəzərdə tutur ki, direktor olan Arzu müəllimi deyirəm. Mənasını açan, aydınlaşdıran məhz bu hissə nə adlanır? Əlavə adlanır. Bəs nəyin əlavəsi olduğunu, hansı cümlə üzvünün əlavəsi olduğunu hardan bilirik? Sualından təşkil edir. Kim? Arzu Məmmədov. Kim? Məktəb direktoru. Bax, görsənmi? Tirenin sağ və solu hər biri kim sualına cavab verir. Onda sən deyirsən ki, müəllim, Arzu Məmmədov mübtədadır, məktəb direktorudur. Mübtədanın əlavəsidir. Əlavə həmişə cümlə üzvündən sonra gəlir. Heç vaxt qabaqda gələ bilmir. Birinci gələn əsas mübtədadır. Onun tirə qoyulub ayrılan hissəsi isə əlavəsi sayılır. İkisini birlikdə götürəndə isə bir mübtəda götürürük. Burada 2 dənə mübtəda yoxdur. Məntiqi cəhətdən də fikirləşəndə məktəb direktorundan Arzu Məmmədov bir şəxsdir. Bunu 2 dənə mübtəda götürə bilmərsən. Hərəsini ayrı-ayrı təhlil eləyə bilmərsən. Altından bir dənə böyük nüsxə çəkməlisən. Çünki Arzu Məmmədovla məktəb direktoru eyni şəxsdir. Başa düşdük? İndi gəl xəbərə baxaq. Xəbərin əlavəsi. Deyirəm ki, sənin məsələn, arzun oxumaq. Belə bir cümlə yazaq. Birinci yadımızda saxlayırıq ki, tirenin sağ və solu, yəni hər hansısa bir cümlə üzvü və onun əlavəsi eyni suala cavab verir, eyni şəkilçiləri də qəbul etmək məcburiyyətindədir. Yəni, eyni şeylərdir bunlar. Sadəcə olaraq biri digərini aydınlaşdırır. Burada fikir versək, oxumaqda nəsə çatmır. Ay sağ ol, dır çatmır. Gətir bərp elə.
Bərpa eləməlisən. Çünki tire onu göstərir ki, sağla soldakı bərabər olmalıdır. Həm sual cəhətdən, həm şəkilçi cəhətdən. Bunu bərpa eləyən kimi sən artıq bilirsən ki, nəyin əlavəsidir. Dır harda gəlir? Xəbərdə. Deməli, tirenin sağında və solunda dırdiri görürsənsə, bu xəbərin əlavəsidir. Bu hissə xəbərdir. Bu hissə isə xəbərin əlavəsidir. Qutardı getdi. Gəl sual da verək. Oxumaqdır. Nədir? Nə oxumaqdır? Sənin arzun bu mübtədadır. Düzdürmü? Oxumaqdır da xəbərdir. İkisini birlikdə xəbər götürəsən. Deyirsən ki, müəllim, ali təhsil almaqdır sözü, oxumaqdır xəbərinin əlavəsidir. Aydın oldu? Sənin arzun oxumaq, yəni bunu oxumaq sözünü dəqiqləşdirir də, bəlkə məktəbdə oxumaqdır, bəlkə universitetdə, bəlkə akademiyadadır. Görsəm, ali təhsil almaqdır, yəni məktəbdə oxumağı artıq nəzərdə tutmur. Başa düşdük, nədir bu əlavə? Sonra başqasında baxaq, deyir ki, Arifin evi kəndin başında ən yuxarıdakı, ya ən sonuncu yazaq, tamam, yuxarıda küçəm olur. Ən sonuncu küçədədir. Belə bir cümlə yazaq. İndi bunu aydınlaşdırmaq lazımdır ki, burada hansı cümlə üzvünün əlavəsi var? Bax, nağd yerindən burada nəsə çatmırdır. Get bura bərpa elə. Birinci onu elə. Çünki sonra çaşarsan. Arifin evi kəndin başındadır. Ən sonuncu küçədədir. Deməli, kəndin başındadır. Dır əlavə eləyəndə sən artıq bilirsən ki, kəndin başındadır, bu xəbərdir. Çünki dır başqa heç bir şey ola bilmirdi. Ancaq xəbər yaradır. Kəndin başındadır. Nə? Arifin evi. Bu sənin mübtədandır. Mübtəda. Bu sənin xəbərindir. Xəbərdən sonra tire qoyub. Bunu yazıbsa, deməli, burada xəbərin əlavəsidir. Çatdı. Bir dənə də yazaq. Diqqətli olun. Ən çaşdırılan şey xəbərin əlavəsidir. Uşaqlar bilsiz nə edirlər? Deyirlər, Arifin evi kəndin başında, harda? Yer zərfliyinin əlavəsi, başın üstü. Buradakı şəkilçini burada qoymasan, o səni çaşdırır. Çünki kəndin başında, harada sualına cavab verən yer zərfinə oxşuyur. Deməli, birinci nə etmək lazımdır? Şəkilçiləri yerinə qoymaq lazımdır. Şəkilçiləri yerinə qoymasan, səni çaşdırır. Məsəl üçün, bir dənə. Deyirəm ki, birində yazaq, nə yazaq? Göz yaşlarını, yox, bir dənə bir dəqiqə qoyub cümlə fikirləşin. Gördüyü dostu onun keçmişindən məktəb illərindəndir. Yəni, kimisə görüb, xatırlayır ki, bu məktəb illərindəki dostumdur, illərindəndir. Uşaqlar belə eləyir, bax. Hə, müəllim, tire buradan qoyulub, onun keçmişindən, nə zamandan, ha vaxtdan, zaman zərfliyinin əlavəsi, xeyr, elə demək lazım deyil. Birinci gəlirsən, baxırsan, onun keçmişindən məktəb illərindəndir. Burada dəm var. Burada da dəm var. Amma burada dır var. Burada yoxdur. Gətirib onu bərpa eləməsən, səni çaşdırar. Birinci şəkilçini bərpa eləyirsən. Ondan sonra, sağla sol bərabərləşəndən sonra baxırsan. Onun keçmişindəndir. Deməli, burada xəbərdir. Bu da nədir? Xəbərin əlavəsidir. Qutardı, getdi. Budur. Bir dənə əlavələrdə diqqət olunmalı məqam odur ki, şəkilçini bərpa eləmək lazımdır. Şəkilçini bərpa eləyəndən sonra özü-özünə görsənir hansı cümlə üzvünün əlavəsidir. Bu, xəbərin əlavəsi. İndi gəl tamamlığın əlavəsinə baxaq. Deyir ki, anası oğluna qiymətli hədiyyə qızıl boyunbağı almışdı. Baxaq, almışdı. İndi buna baxaq. Qiymətli hədiyyə, qızıl boyunbağı. Burada baxırıq. Hədiyyə sözü adlı haldadır.
Boyun bağı da əslində mürəkkəb sözdür və adlı halda sayılır. Buradakı I mənsubiyə şəkilçisi də o da adlı haldadır. Bərpa olunması bir şəkilçimiz yoxdur. Almışdı. Nəyi? Hədiyyəni. Nəyi? Boyun bağını. Deməli, deyirsən ki, müəllim, bax bu qızıl boyun bağı hissəsi bu hədiyyə tamamlığının əlavəsidir. Nə bildik tamamlıqdır? Sual verdik. Nəyi almışdı? Hədiyyəni. Nəyi almışdı? Boyun bağını görsənmi? Tirenin sağı və sol hissələri eyni suala cavab verir. Deməli, onda sualınla tapırsan ki, hansı cümlə üzvünün əlavəsidir. Burada artırmağa, yəni bərpa olunmağa şəkilçi də yoxdur, bərpa eləmirsən. Varsa elə, yoxsa eləmir. Aydındır. Başqa, tamamlığın əlavəsi. Məsəl üçün, vətən bağışlamır. Bağışlamır. Azğınları, xalq düşmənlərini. Xalq düşmənlərini. İndi baxaq. Burada səndən soruşacaq ki, əlavə hansı cümlə üzvünə aiddir? Bağışlamır. Kim? Vətən. Nəyi? Kimi? Azğınları. Kimi? Xalq düşmənlərini. Burada axır i ilə qutarır, burada da i ilə qutarır. Heç bir problem yoxdur. Şəkilçi ixtisara düşməyib, bərpa da eləmirsən. Kimi sualı da çıxsa nədir? Tamamlıqdır. Deyirsən, tamamlığın əlavəsi var. Qutardı, getdi. İndi gəl təyin əlavəsinə baxaq. Bu arada təyin əlavəsinin və yaxud da digər cümlə üzvlərinin əlavəsinin ortasında yəni bağlayıcısından da istifadə edilə bilər. Məsələn, deyirəm ki, o axırıncı, yəni dördüncü məktubu yazır. Burada tireni ixtisara salıb, tireni yerinə vergül yəni qoyur. Ola bilər. Yox, hamısında ola bilər. Məktubu yazır. Yəni, tire ilə də yaza bilər. Yəni, bağlayıcısından da yaza bilər. Qarışdırmayın, elə bir çətin bir şey yoxdur. Yazır. Kim? O. Nəyi? Məktubu. Elə bir tirenin yerinə yəni yazıbdır da. Onda da yəninin sağ və soluna baxasın. Ya tire ilə verəcək, ya yəni ilə verəcək. Tire ilə vermif, yəni ilə verib, burada heç bir problem yoxdur. Bura baxasın, bura baxasın. Qutardı, getdi. Yazır. Nəyi? Məktubu. Hansı məktubu? Axırıncı məktubu, bax təyindir. Hansı məktubu? Axırıncı məktubu. Hansı? Dördüncü. O deməkdir ki, axırıncının neçənci olduğunu sənə bildirmək istəyir də. Bunun mənasını, bax bu, aydınlaşdırır sadəcə olaraq. Yəni, axırıncıdır biz bilmirik də, 5-cidir, 10-cudur, 20-cidir. Bu, bunu aydınlaşdırır ki, dördüncüdür. Da 4 dəndən sonra yazası deyil. Bu, tire ilə də yaza bilər bunu, yəni ilə də yaza bilər. Deməli, deyirsən ki, dördüncü, neçənci sualına cavab verirsə, təyinin nə idi? Əlavəsidir. Qutardı, getdi. Hansı əlavədir, hansı cümlə üzvüdür? İkinci tərəfdə gələn həmişə əlavə olur. Birinci gələn isə bu təyinin özüdür. Bu da onun əlavəsidir. Başa düşdük? Nə ilə ayrılır əlavə cümlə üzvündən? Ya tire ilə, ya yəni bağlayıcısından ayrıla bilər. Birini də yazaq. Deyirik ki, mərkəzdəki, yəni Bakıdakı fırtına şiddətlənirdi. Şiddətlənirdi. İndi gəl baxaq. Yəni gördüm, qutar getdi. Şiddətlənirdi. Nə? Fırtına. Hansı fırtına? Hansı fırtına? Mərkəzdəki, yəni Bakıdakı. Görsən ki, bu da Dakı ilə qutarır, bu da Dakı ilə qutarır. Yəni, şəkilçi bərpasına ehtiyac yoxdur. Bəs nəyin əlavəsi var? Hansı sualı çıxartdın? Hansı sualın özünü? Deməli, nədir? Bu təyindir, bu da onun əlavəsidir. Qutardı, getdi. Gəl bir dənə də zərfin əlavəsinə baxaq. Deyir ki, qışın sərt çağında. Yazaq fevralın ikisində. İkisində nə olsun? Məktəb bağlandı. Bir cümlə yazaq. Əsas mahiyyətini başa düşmək lazımdır. Bağlandı. İndi qulaq asın. Bağlandı nə? Məktəb. Nə zaman? Qışın sərt çağında. Nə zaman?
Fevralın ikisində şəkilçiyə də fikir vermək lazımdır. Bax, dadə, dadə. Deməli, bərpa olmaz şəkilçimiz yoxdur. İkisi də dadə ilə qutular. İndi sual verir. Nə zaman? Nə zaman sualına hansı cümlüzümüz cavab verirdi? Bəli, deməli, nə var? Bu zaman zərfliyin özüdür. Zaman zərfliyi. İkinci tərəf isə onun əlavəsidir. Burada tire ilə də yaza bilər. Tireni silər, vergül yəni ilə də yazır. Heç bir problem yoxdur. Sonra başqa nə deyək? İndi buna bax. Deyir ki, bayaqki cümlənin oxşarıdır. Arifin evi, kəndin, bu iki cümləni müqayisə eləmək lazımdır. Kəndin başında, gölün yanında yerləşir. Birinci bu cümləyə baxaq, görək, əlavə hansı cümlə üzvünə aiddir? Bax, yerləşir. Nə yerləşir? Arifin evi. Harda yerləşir? Kəndin başında. Harda? Gölün yanında. Harda sualını çıxardırsansa, hansı cümlə üzvünün əlavəsidir? Bəli, yer zərfliyinin əlavəsidir. Bu əlavəsidir. Bu nədir? Yer zərfliyi özüdür. Düzdürmü? Zərfliyi. Bu iki dənə deyil, hamısı bir yerdədir. Sətirdən sətirə keçmişəm, elə bilərsə iki dənədir. Bəs bunu silsəm, yerləşir sözünü. Bura yazsam, idi. İndi fikirləş. Bunları da silirəm. Bunu da silirəm. Burada bir dənə fikirləş, bir dənə bunu ayırt eləyə bilirsənsə, deməli problemimiz yoxdur. Bu cümləyə təzdən bax. Arifin evi kəndin başında, gölün yanında idi. Burada nəyin əlavəsi var? İdini gətirib burada nə edərsən? Bərpa eləyərsən. Arifin evi kəndin başında idi. İndi kəndin başında idi, ikisi birlikdə nədir? Xəbər. Deməli, artıq burada oldu xəbərin əlavəsi. Deməli, nə etmək lazımdır? Sual verməmişdən qabaq şəkilçini bərpa eləmək lazımdır. Şəkilçi də ola bilər, hissəcik də ola bilər. Sağ və soldakı hissəcik və şəkilçiləri bərpa etdikdən sonra sual vermək lazımdır ki, o səni çaşdırmasın. Məsəl üçün, idini burada bərpa eləməsən, deyəcəkdin, Arifin evi kəndin başında, harda yer zərfliyi. Yer zərfliyi deyil, axı, burada idi bərpa olunmamış qaldı. Nə eləmək lazımdır? Diqqətli olmaq lazımdır və şəkilçi ilə hissəciklər bərpa eləmək lazımdır. Sonra, bu əlavə, bunun burası asandır məncə. Çünki cümlə üzvlərini yaxşı bilən, əlavələr də yaxşı bilir. Əlavələr də cümlə üzvlərinin kopyasıdır. Sadəcə olaraq onların mənasını izah edir. Ayrı heç bir problemi yoxdur bunun. Problemli isə buradır. Qorxmayın, gözünüzü qorxutmayın, amma bir damızı problemli hissə var. Bizim söz birləşmələrinin asılı tərəfində əlavəsi olur. Bəs bu nə tər baş verir? Birləşmələrinin asılı tərəfinin əlavəsi olur. Həm ismi birləşmənin, həm feili birləşmənin. Asıl tərəfinin əlavəsi. Bir dənə burada diqqətli olmaq lazımdır. Yenə bərpa etmək üsulundan istifadə edəcəyik. Diqqətli olun, baxın. Deməli, uşaqlar, deyir ki, elə kitabdakı nümunəni yazıram. Əsmər, xala. Onu burada. Nə bilim, Akifin evində. Akifin evində görəndə. Hirsləndi. Belə bir cümlə verirsən. Sonra da deyir ki, burada nəyin əlavəsi var? Diqqətli olmaq lazımdır. Deməli, Əsmər xala onu burada, Akifin evində görəndə hirsləndi. Baxırsan ki, trenin solunda burada var, burada görəndə var. Axırıncı söz. Və burada heç nə yoğun gəlmir. Və mən nətər bərpa edeyim? Gəl baxaq. Hirsləndi. Kim? Əsmər xala. Nə zaman hirsləndi? Gəl baxaq. Bax, burada sual vermək lazımdır ikinci tərəfə, sağ tərəfə. Nə zaman hirsləndi? Akifin evində görəndə. Bunun hamısı birlikdə nədir? Zaman zərfliyidir, düzdürmü? Akifin evində görəndə. Əlində qalır bu sol tərəfdə qalan burada sözü, düzdür? Bu buradanı mən nətər eləyim, nə eləyim? Burada baxırsan ki, burada Akifin evində hissəsinə uyğundur. Burada da dadə var, burada da dadə var. Burada Akifin evində. Nə çatmır? Görəndə sözü. Gətirirsən, qoysan bunun yanına. Bəyək şəkilçi bərpa edirdin, indi söz bərpa edirsən.
Deyir Əsmər xala, onu burada görəndə, yəni Akifin evində görəndə hirsləndi. Bərpa eləyəndən sonra fikirləşsən. Səndən bu sözü soruşacaq. Deyəcək ki, bu söz nəyin əlavəsidir? Fe'l bağlama. Bax, bu nəyin tərəfidir? Burada görəndə fe'l bağlama tərkibidir də. Bu nəyidir? Asıl tərəfi, əsas tərəfi? Asılı. Deyirsən ki, fe'li bağlama tərkibinin asılı tərəfinin əlavəsi. Deyirəm. Yazıram bura. Videoda baxanda daha yaxşı başa düşərsiniz. Fe'li bağlama tərkibinin asılı tərəfinin əlavəsi. Nətər tapdıq? Getdik, bax, burada sözünlə, bura eyni suala cavab verən hissə tapdıq. Burada, harada? Akifin evində, harada? Eyni sual, eyni şəkilçi. Dadə, harada, burada? Harada Akifin evində? Akifin evindədən sonra nə gəlir? Görəndə. Görəndə burada yox idi. Getdik, onu da qoyduq ora. Burada görəndə, düzdürmü? Burada görəndə nə oldu? Fe'li bağlama tərkibi. Niyə tərkibdir? İki sözdür. Burada fe'li bağlama tərkibinin hansı hissəsidir? Asıl. Deyirsən, fe'li bağlama tərkibinin asıl tərəfinin əlavəsi. Aydındır. Gəl birində yazaq. Birində yazaq. Deyirəm ki, bizim tək əlacımız onu müdiri gözləmək idi. Belə bir qarışıq cümlə verir sağ. Deyir ki, burada nəyin əlavəsi var? Deməli, tiriyə baxırıq. Tirədə nə var? Sol tərəfdə onu. İndi onu hansı suala cavab verir? Kimi? Sağ tərəfdə də kimi sualına cavab verən hissə tapmalıyıq. Kimi? Müdiri. İndi sən desən ki, müəllim, bu tamamlıqdır, xeyr. Axı, bu da buradadır, bu da bunu qoymur. Bu özündən qabaqdaşını buraxmır axı. Deməli, biz bunu məcburuq ikisini bir yerdə götürməyə. Düzdürmü? Müdiri gözləməyə sən ayrılmarsan. Biz bunu keçmişik ki, bunlar bir-birindən ayrılmırlar. Burada kimi sualına cavab verən var. Burada da var. Bu da bundan ayrılmır bu yetimcə. Neyinirik? Bunu da götürüb rotuluyuruq. Məcburi sürətdə. Yəni, bizim tək əlacımız onu gözləmək. Hətta burada idi də var, onu da qoymağa məcburuq. Gözləmək idi. İndi sənə sual verəcəkdir ki, buradakı onu nədir? Onu gözləmək. İndi yazıram. Onu gözləmək. Sən burada nə görsən? Nə tərkibidir? Məstər tərkibi. Məstər tərkibi, düzdürmü? Onu məstər tərkibinin hansı hissəsidir? Asılı. Deyirsən, məstər tərkibinin asılı tərəfinin əlavəsi. Asılı tərəfinin nəyi? Əlavəsi. Deməli, nə eləmək lazımdır? Düzgün bərpa eləmək. Düzgün bərpa eləyəndən sonra sən əgər onu bilirsənsə, tanımalısan ki, o nədir? Birində yazaq. Yox. Yazaq. Deyirəm ki, Aydın onun əmisi oğlu gələndə yığıncaq etmişdilər. Yığıncaq etdilər. Belə bir cümlə verib sağa. Deyir ki, burada əlavə nəyə aiddir? Gəl baxaq. Yığıncaq etdilər. Xəbərdir. Kim onlar? Onlar mübtədası yoxdur, eyb yox. Mübtədə ilə keçdik. İndi baxaq. Tirenin birinci soluna baxırıq. Kim sualını çıxardırıq. Düzdür? Kim. İndi bu sağ tərəfdə də biz kim sualına cavab verən bir şey çıxartmalıyıq. Kim? Onun əmisi olub. Kim sualına cavab verən hissəni çıxartdıq. Düzdürmü? Amma bu da gəl buna tabidir axı. Axı bu anda şəkilçisili fe'li bağlama qabağındakını buraxmır. Yəni, bu kim sualına cavab verən hissə onun əmisi oğlu gəlib buna tabidir. Bu da burada da olmalıdır deməli. Aydın gələndə olmalıdır. Sən sual verəcək ki, aydın, bax bunu da işarə eləyəcək. Deyəcək, bu nəyin əlavəsidir? Nə deyəsən? Daha doğrusu əlavə bu deyil. Budur. Əlavə budur. Bu əsas hissədir. Bu, bunu aydınlaşdırır. Bax, onun əmisi oğlu. Bax, bu, get bunu yazaq da. Onun əmisi oğlu, bəli, gələndə.
Sakit dur, qutarır. Onun əmsi oğlu gələndə, bax, gələndə nədir? Əsas tərəf. Bura nədir? Asıl tərəf. Deyirsən, feili bağlama tərkibinin asılı tərəfinin əlavəsi. Bax, məntiqinə bax. Aydın gələndə də əslində bu. Aydından sonra tirə qoyur, izah eləməyə çalışır ki, aydın kimdir? Aydın kimdir? Deyir, onun əmsi oğludur. İndi səndən sual verir ki, bu onun əmsi oğlu əlavəsi nəyə aiddir? Aydın gələndə feili bağlama tərkibi idimi? Düzdürmü? Aydın da onun asıl tərəfi idimi? Aydını bu da izah eləyir də. Deməli, feili bağlama tərkibinin asılı tərəfinin əlavəsidir. Çatdı? İndi ismi birləşmə. Getmi. Yox. Yarısında azar gəlir. Heç nə olmaz. İndi gəl baxaq. Deyir ki, könülün deyir ki, məktəbin nə bilim, nəyin, əlaçısının belə baxıram, hə. Məktəbin əlaçısının nəticəsi yaxşı idi. Hamını sevindirdi. Belə bir cümləyə baxırıq. İndi burada sizcə nəyə bərq eləyəcək? Gəl baxaq. Sevindirdi kimi, hamını. Bununla işimiz yoxdur. Trenin bu tərəfinə baxırıq, bir də bu tərəfinə baxırıq. Könülün hansı sualı çıxarırsan? Kimin? Könülün kimin? Burada da kimin sualı tapmaq lazımdır. Məktəbin əlaçısının. Kimin? Sonra gəlirik, baxırıq ki, burada da bir mənsubiyyət var. Axı biz demişik, burada yərlik al, burada mənsubiyyət oldu, üçüncü növ yaranır. Üçüncü növü də ayırmaq olmur. Deməli, burada nəticəsi sözü bundan ayrılmırsa, burada da olmalıdır nəticəsi sözü. Könlün nəticəsi hamını sevindirdi olmalıdır. İndi sağ sual verir ki, bax, bu isə nədir? Nəyin əlavəsidir? Üçüncü növün asılı tərəfinin əlavəsi. Çünki əsas tərəf buradır. Sonuncu sözü biz əsas tərəf götürürdük. Bu oldu sənin əsas tərəf. Yerdə əlində nə qalır? Asılı tərəf. Deyirsən ki, üçüncü növ yoxdur da. İsmi birləşmənin asılı tərəfinin əlavəsi. Qutardı, getdi. Bir dənə də yazıram, qutarıq əlavədən. Bir də xitabın əlavəsi ola bilər, ay Allah. Yaxşı, onu da xitab keçəndə keçərik. Qulaq as. Deyir ki, əzilsin ilanın, düşmənin başı. Bir dənə də bunu da izah edeyim, baxaq. Bax, bala, əzilsin. Nə əzilsin? Düşmənin başı və yaxud da ilanın başı. İndi burada müəyyənləşdirmək lazımdır ki, nəyin əlavəsidir? İlanın nəyin sualıdır da, düzdür? Gətir burada bərpa eləyək. Nəyin? Düşmənin. Burada da nəyin sualı çıxdı. Düzdürmü? Nəyin sualına bu düşmənin cavab verdi. Amma bu qaldı axı, düşmənin başı. Deməli, bunu gətirib, burada da bərpa eləmək lazımdır. Düzdürmü? Əzilsin ilanın başı. Düzdürmü, ay uşaqlar? Bax, indi sən mənə cavab ver görüm. Bu özü birlikdə nədir? Düşmənin başı, üçüncü növ. Yəni, ismi birləşmə. Düzdürmü? İsmi birləşmə. Bəs burada düşmənin sözü nədir? Asıl tərəf. İsmi birləşmənin asılı tərəfinin əlavəsi. Qutardı, getdik. Çatdı?